Artıq 5 ildən çoxdur ki, aktiv şəkildə fərdi seanslar keçirəm və fərdi seanslarımdan da yola çıxaraq insanlarda ən çox müşahidə etdiyim şey özünə güvən mövzusudur. Bəs niyə belədir? Niyə bir çox gənc, çox yetkin insan özünə güvəni tam olaraq hiss edə bilmir? Və yaxud da bu özünə güvən nə olan şeydir ki, zaman-zaman gəlir, amma zaman-zaman da gedə bilir. Özünə güvənin təməlinin uşaqlıqdan gəldiyinə inanıram. Təməl uşaqlıqda qoyulur. Üzərinə gələ-gələ yeniyetmə dönəminə gəlib çıxırıq və o təməl yeniyetmə dönəmi ilə birlikdə biz gələcəyə hazırlanırıq. Yəni gələcəkdə daha yetkin halımızda bizim özümüzə güvənin olub-olmamasının əsas qaynağı gedir uşaqlığa və yeniyetməlik dövrünə çıxır. Sonradan qazanılan özgüvəni isə hansı ki, yetkin halımızda qazanmağa, öz üzərimizdə işləməyə başladığımız və sonradan ortaya çıxartdığımız, sonradan qazandığımız özgüvən isə təəssüf ki, bəzən gedib gələ bilir. Çünki təməlində bir boşluq var. Bəs bu özünə güvən dediyimiz şey nədir ümumiyyətlə? Hər kəsdən ən yaxşı olmaqdırmı və yaxud da mükəmməl olmaqdırmı? Mən belə düşünmürəm. Düşünürəm ki, özünə güvən dediyimiz şey ümumiyyətlə özünü heç müqayisəyə ehtiyac bilməməkdir. Öz sərhədləri daxilində, öz reallığı daxilində özünün kim olduğunu bilmək, özünün potensialını bilmək, özünün nəyə qadir olduğunu bilmək özünə güvən üçün yetərlidir. Amma mən öz potensialımın fərqində deyiləmsə, nəyə edə bilməyəcəyimi, nəyə qadir olduğumu bilmirəmsə, mən başlayacağam məndən daha yaxşı olduğunu düşündüyüm insanlarla özümü müqayisə eləməyə və onlara çatmağa çalışacağam. Və yaxud da özümdən aşağı olan insanlar üçün də bu keçərlidir. Özümdən aşağı olan insanlarla özümü müqayisə eləyəcəm, onlardan üstün olduğumu düşünəcəm və özümə güvəni bərpa eləyəcəm. Məndən üstün olduğunu düşündüyüm insanlarla müqayisədə mən özümü zəif hiss edirəm. Məndən aşağı olduğunu düşündüyüm insanlarla özümü müqayisədə mən özümü üstün hiss edirəm. Əgər bu özünə güvən dediyimiz şey daxildən gəlirsə, necə ola bilər ki, bu ətrafımızdakı insanlara görə dəyişə bilər? Özünə güvən sosial psixologiya ilə də çox əlaqəlidir. Ətrafımızdakı insanlarla, kütlə ilə çox əlaqəlidir. Təbii ki, bunu inkar edə bilmərik. Hətta bununla bağlı aparılan eksperimentlər var. Bunlardan bir haqqında nümunə vermək istəyirəm. Düşünün ki, iş müsahibəsinə çağırılmısınız və iş müsahibəsində sizin özünüz haqqında bir anketi doldurmağınız istənilir. Öz bacarıqlarınız, öz potensiallarınız haqqında. Və siz bunu eləyən zaman içəri sizdən çox daha yaxşı geyinmiş, səliqəli, tam iş müsahibəsinə uyğun, bütün detallarıyla ən mükəmməl şəkildə olan bir insan daxil olur. Və bilirsiniz ki, bu insan da sizin gəldiyiniz iş müsahibəsinə gəlir. Həmin anda sizin o doldurduğunuz anketdə, özünüzlə bağlı apardığınız o sorğuda yazacağınız cavablar bu insan gəlməmişdən öncə yazdığınız cavablardan daha aşağı olacaq. Və əksini düşünün. Siz bu anketi doldurursunuz və içəri sizdən daha pis, daha bəlkə də pis qoxulu, pis geyim tərzində geyinmiş bir insan içəri daxil olur və o zaman sizin yazacağınız bu anketdə, bu sorğuda özünüzlə bağlı düşüncələriniz daha üstün olmağa başlayacaq, daha yuxarı özünüzü qiymətləndirəcəksiniz. Özünü qiymətləndirmə dediyimiz şey daxildən gələn bir şey olmalıdır. Nə qədər müşahidələr, nə qədər kütlələr bunu göstərsə də, nə qədər bu sosial psixologiyanın əsas mövzularından biri olsa da, düşünürəm ki, bu özünü qiymətləndirməni daxildən eləməliyik. Kənar faktorlardan asılı olduğu müddətdə içəri kimin girəcəyindən asılı olaraq da bizim özünü qiymətləndirməmiz, özünə olan güvənimiz dəyişəcək. Amma dünyada o qədər çox insan var. Bu deməkdir ki, mənim həyat otağımda içəri nə qədər çox adam girirsə, mənim özünə güvənim də o qədər artıb azalır deməkdir. Özünə güvənin bünövrəsini qoya bilmək üçün, yəni bünövrənin sağlam ola bilməsi üçün ilk mərhələdə müqayisəni dayandırmalıyıq. Və bilməliyik ki, müqayisə etmək istəyiriksə, ən azından özümüzü müqayisə edə bilərik. Özümüzü özümüzlə. 1 il öncəki, 5 il öncəki, 6 ay öncəki halımızla müqayisə etsək, bu bizə daha fayda verər. Nəinki həyat yolu, həyat missiyasının nə olduğunu bilmədiyimiz bir insan. Bu təməlin sağlam olması üçün eynən bir uşaq kimi düşünün özünüzü. Bu qəribə səslənə bilər həqiqətən. Və yaxud da ilk mərhələdə bunu necə edəcəyinizi bilməyə bilərsiniz ya da sizə çətin də gələ bilər. Əslində isə bunu tətbiq eləməyə başlayanda özünə güvənin də yavaş-yavaş necə yüksəldiyini müşahidə edə biləcəksən. Özünə uşaq kimi yanaşmaq nə deməkdir? Axı biz dedik, özünə güvənin təməli uşaqlıqdan gəlir. Nə deməkdir bu?
Uşaq bir işi görəndə yeməyini yemək ola bilər, ayaqqabısını bağlamaq ola bilər və yaxud da adicə parkda oynayanda kiçik bir hündürlükdən atlanıb yerə düşməsi ola bilər. Həmin anlarda o bir alqış, o bir təsdiq gözləyir. Bu yaş dönəmi üçün, yəni uşaqlığımız üçün alqış və təsdiqin gözlənməsi çox normaldır. Əgər o alqış ana-atadan gəlməyibsə, ətrafından o alqışı, o afərini, o özünə güvəni aşılayan bir tərəfi görməyibsə, təbii ki, orada bünövrədə bir zəiflik var deməkdir. İndi bunu özünüzə tətbiq edin. Ən kiçik addımınızda belə sizə məntiqsiz görünən, sizə boş görünən, ən kiçik addım və bacarığınızda belə özünüzü alqışlamaq. Bunu həqiqətən fiziki olaraq da eləyə bilərsiniz. Öz daxilinizdən də özünüzə afərin deyə bilərsiniz və bunu içdən bir yerdən edin. İlkin mərhələdə sizə bu çətin gələcək, içdən eləmək, sizə çox süni gələcək, sizə çox boş gələcək, lazımsız və yaxud da işə yaramır kimi görünəcək. Amma irəliləyən mərhələdə artıq siz o afərini, özünə güvəni ortaya çıxartdıqdan sonra bir yerdən sonra bu avtomatik pilota keçəcək. Avtopilotda siz bunu eləyəcəksiniz və artıq içdən bir yerdən eləməyə başlayacaqsınız. Təbii ki, biz burada bir uşağı düşünsək, uşağın kiçik bir hündürlükdən atlanması və yaxud da ayaqqabısını bağlaması çox qlobal bir şey deyil. Bir insanın onsuz da böyüyəndə edə biləcəyi bir şeydir, elə deyilmi? Amma yenə də o alqışı, afərini ona verməlisiniz. Bax, eyni şey sizin üçün də keçərlidir. Ən kiçik addımında belə sənə o an boş və mənasız görünsə belə, o alqışı, o tərifi, o afərini özünə verməlisən. Çünki özünə güvənin təməli məhz buradan başlayır. Bunu praktika elə, yoxla. Bir ay ən azından hər gün, bir ay müddətində hər gün bunu yoxla. Hər yadına düşən anda bunu yoxla. Ehtiyacın olduğunda aç bu videonu, təkrar izlə və nəticəni mənimlə bölüş. Əminəm ki, nəticə alacaqsan. Başqa cürü çünki mümkün deyil. Özünə yaxşı bax, çünki sən buna layiqsən.